Fərqli xəstəxanalar, eyni mənzərə. İstifadə olunmuş tibbi ləvazimatlar və hətta əməliyyat sırasında çıxardılmış orqan qalıqları. Arxada gördüyünüz bu tullantılar hər hansı bir məişət tullantıları deyil. Bura kliniki tibbi mərkəzin ərazisidir və gördüyünüz bu tullantılar isə tibbi tullantılardır. Hansı ki, bunları bu şəkildə açıq sahəyə tullamaq qanunla qadağandır. Çəkiliş zamanı müşahidə etdik ki, hətta klinikanın əməkdaşları belə tullantıları xüsusi salafan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır. Tullantılar ilk öncə bura gətirilir və burada xüsusi tərəzi vasitəsilə onların çəkisi ölçülür və daha sonra isə burada ayrılmış xüsusi zonaya tullanılır. Nazirlər Kabinetinin qərarına əsasən tullantılar 24 saat ərzində bu məkandan daşınmalıdır. Amma hal-hazırda gördüyünüz məkanda 1 tondan artıq tibbi tullantı var ki, 3 gündür burada qalır və bunun isə əsl təhlükə mənbəyi olması əyani şəkildə sübutdur. Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxslə də həmsöhbət olduq. Onun sözlərinə görə vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil. Neçə günündür? Bu hamısı 3 günündür. 3 günündür? Bəli. Niyə daşınmır bəs? Bəs neçə gündən bir daşınır ümumiyyətlə? Elə olur ki, 2 gündən bir getməlidir, hələ gəlmir. Yəqin bir gün gələrlər. Ümumiyyətlə, bax, indi hal-hazırda burada nə qədər yük var? Tullantı var, neçə kilo olar? Olar da bir ton yarım. Tullantılar açıq sahədə birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır. Günlərdir qalan bu tullantıların yanında durmaq sözün əsl mənasında üfunətdən baş çartlayır və bu tullantıların arasında təkcə istifadə olunmuş tibbi məhsullar deyil, eyni zamanda əməliyyat sırasında xaric olunmuş orqanlara da rast gəlmək mümkündür. Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Çəkiliş apardığımız növbəti xəstəxanada da oxşar mənzərə ilə qarşılaşdıq. Dayandığımız bu məkan isə Akademik Mirqasımov adına Respublika Kliniki xəstəxanasıdır. Burada da bənzər mənzərəni görmək mümkündür. Düz xəstəxananın giriş hissəsində tibbi tullantılar bu şəkildə ətrafa səpələnərək saxlanılır. Tullantılar açıq, aydın şəkildə xəstəxananın hasarından kənara çıxacaq şəkildə atılıb və günəş şüalarının düşdüyü yerdə saxlanılır. Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Çəkiliş apardığımız Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhət adına xəstəxanada da eyni mənzərə ilə qarşılaşdıq. Çəkiliş apardığımız vaxt xəstəxananın həyətində tibbi tullantıların ərazidən çıxarıldığının şahidi olduq. Lakin tullantılar heç bir xüsusi daşıma qaydasına əməl olunmadan daşınırdı. Halbuki qüvvədə olan tələblərə əsasən tibbi tullantılar yalnız üzərində müvafiq, xəbərdar edici nişan və etiketlər olan qapalı xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Məsələ ilə bağlı təbibdən Xəzər xəbərə bildirilib ki, problem qısa müddətli olub. Məsələ dərhal nəzarətə götürülüb və tullantıların təmizlənməsi iş aparılır. Tibbi tullantıların utilizasiya məsələsinə gəlincə, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurum bərk məişət tullantıları ilə yanaşı təhlükəli tibbi tullantıların yalnız qəbulu və zərərsizləşdirilməsini həyata keçirir. Bakı şəhərində tibb müəssisələrində yaranan bu növ tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi məqsədi ilə ötən ilin iyun ayından tibbi tullantıların sterilizasiyası mərkəzi istifadəyə verilib. O da bildirilib ki, qurum tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəraitdə idarə olunmasının tərəfdarıdır. Çünki tibbi tullantıların düzgün idarə edilməsi insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ruzanna Kərimli, Əli Ələkbərov, Rasim Əziz, Xəzər xəbər.